Ruhiyyə xanım, bilirəm, Elgizi siz də çox istəyirsiniz. Gözəl bir xəbər var Elgizdən. Ruhiyyə xanım bizim Humay Uşaq Bağçası Körpələr Evinin rəhbəridir. Burada onların əlaqə nömrəsi göstərilir. Hər biriniz uşaqlarınızı Ruhiyyə xanıma güvənə bilərsiniz, etibar edə bilərsiniz. Əlaqə nömrələri görürsünüz. Aparıcı Elgiz rəhbər yeni layihəsini təqdim etməyə hazırlaşır. Təbii ki, mən də istinad edirəm Milli.az-a xəbər verir ki, aparıcı öz Instagram hesabında paylaşım edib. O tezliklə yeni layihəsini təqdim edəcəyini bildirib. Yəni yeni layihə nə? Amma TV-ni göstərməyib hansı TV-də? Yəqin öncə çalışdığı TV-də gəlib olacaq. Elgiz rəhbər bunun hansı formatda olacağını açıqlamayıb. Təbii ki, onun verilişi fevral ayından dayandırılmışdı. Digər sosial proqramlarla bir yerdə Elgiz rəhbərin də proqramı dayandırılmışdı. Yəni o vaxtdan bu günə qədər məhz həmin aparıcıları biz görməmişik, o cümlədən də Elgizi. İnşallah. Elgiz, sənə uğurlar arzulayıram. Böyük uğurlar arzulayıram və burada əlaqə nömrələri görürsünüz. Humay Körpələr Evi Uşaq Bağçası. Hər biriniz körpələrinizi bu bağçaya və Ruhiyyə xanıma etibar edə bilərsiniz. Gətirin, zəng vurun, gedin, maraqlanın.